Fevral ayının 9-da axşam saatlarında Türkiye Respublikasında Azərbaycan siyasi ictimaiyyətinin tanınmış simalarından biri sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Fevral ayının 10-da Bakıda Heydər məscidində mərhumla vida mərasimi keçirilib. Vida mərasimində millət vəkilləri, ictimai-siyasi xadimlər, ziyalılar, müxtəlif ictimai təbəqələrin nümayəndələri iştirak edib. Bu Fəzail Ağamalının yalnız siyasi fəaliyyətinə deyil, həm də ictimai nüfuzuna və şəxsiyyətinə verilən yüksək qiymətin göstəricisi kimi dəyərləndirilir. Qeyd edək ki, Fəzail Ağamalı Azərbaycan Respublikasının Milli Məclisinin 1, 2, 3, 4, 5 və 6-cı çağırışları üzrə deputat seçilib və ölkənin qanunvericilik prosesində ardıcıl eyni zamanda fəal iştirak edib. Allah rəhmət eləsin. Və ilaxır belə bir qabiliyyətə malik bir insanıdır. Çoxlu onun xatirələri var, bilirsiniz, onun hamısını deməkdə deyil. Bugün biraz ağır gündür, matəm günüdür. Allah sizlərə də can sağlığı versin ki, onun xatirəsini əziz tutmuşsunuz. O, bilirsiniz, 6 çağırış Milli Məclisin deputatı oldu və yaxşı övladlar yetişdirdi, böyütdü. İndi qızı da Günay xanım onun Milli Məclisdə necə deyərlər, bir davamsız kimi indi Milli Məclisin üzüdür. Partiyanın da sədri seçilibdir. Allah necə deyərlər, ailəsinə səbir versin, can sağlığı hamınıza, qoy belə necə deyərlər, yaxşı məsələlərdə görüşək. Sağ olun. Günay Hacıyeva, Rəsul İsayev, Səs TV xəbər.